Bizdə belə bir məlumat var idi ki, hökumət dərman vasitələrinin qiymətləri ilə əlaqəli xüsusi layihə hazırlayır. Lakin uzun müddət keçməsinə baxmayaraq, həmin layihə barədə hələ də heç bir məlumat yoxdur. Çünki dərmanların qiymətlərinin baha olması ciddi problemlərdən biridir. Bu fikirləri Milli Məclisin deputatı Vahid Əhmədov parlamentin aprelin 11-də keçirilən plenar iclasında çıxışı zamanı deyib. Parlamentin Səhiyyə Komitəsinin sədri Əhliman Əmrasanov deputat həmkarının dediklərinə cavab olaraq bildirib ki, tək dərmanların qiyməti yox, eləcə də keyfiyyəti, əlçatanlığı və bu sahədə olan digər problemlərlə bağlı Səhiyyə Nazirliyi və hökumət birlikdə sənəd üzərində iş aparır. Sənədin hazırlanması ilə bağlı işlər artıq başa çatmaq üzrədir. Güman edirəm ki, yaxın vaxtlarda belə sənədi görəcəyik. Bununla da dərman vasitələri ilə bağlı mövcud olan problemlərin həlli nəzərdə tutulur. Təhlükəsizlik bizim üçün çox böyük problemdir və bu problem addım-addım həll edilməlidir. Bu da gündəmimizdədir. Bunu Ermənistan Baş naziri Nikol Paşinyan Vayas-Duzor rayonunda sakinlərlə görüşündə deyib. Siz keçmişin və indinin bütün fəsadlarını bilirsiniz. Baxın, dünya fırtınalı okeana çevrilib. Böyük dövlətin problemi var. Bu durumda kiçik dövlətlərin nə qədər əziyyət çəkəcəyini təsəvvür edin. Bizim vəzifəmiz regionumuzda ən qısa zamanda davamlı sülhün bərqərar olmasıdır. Bu da asan deyil. Paşinyan sülh müqaviləsi ilə bağlı Ermənistanla Azərbaycan arasında müəyyən fikir ayrılıqlarının olduğunu qeyd edir. Amma buna rəğmən anlaşmanın önəminə diqqət çəkib. Bütün bunlara baxmayaraq, bu yolu ardıcıl şəkildə davam etdirməyə heç nə mane olmur. Baş nazir əlavə edib ki, komandası əsas diqqəti bu məsələnin həllinə yönəldib. Qarabağdakı separatçı rejim Rusiya sülh məramları vasitəsilə rəsmi Bakıya görüşün keçirilməsi təklifini göndərib. Sülh məramların nəzarət etdiyi ərazidə təxirə salınmaz humanitar məsələləri müzakirə etmək istəyirlər. Bakıda görüşməkdən 2 dəfə imtina edəndən sonra bu istəklərinin bir neçə səbəbi var. Beynəlxalq ictimaiyyət qarşısında təmaslarda maraqlı olduqlarını nümayiş etdirirlər. Bu təmasları sülh məramların vasitəsilə qurmaqla reinteqrasiya prosesini qəbul etməmək və özlərini tərəf kimi göstərməyə çalışırlar. Və ən mühüm detal görüşmək istəyən separatçıların çıxılmaz vəziyyətdə olmalarıdır. Təxirə salınmaz məsələləri müzakirə etmək istəkləri də bundan qaynaqlanır. Ordumuzun son əməliyyatları ermənilərin xarici aləmlə bağlantılarının nəzarətə götürülməsi ilə nəticələnib. Məlumatlara görə, yolları nəzarətə götürəndən sonra rəsmi Bakının son tələbi ermənilərin Azərbaycan vətəndaşlığını qəbul etmələri olub. Separatçılar erməni əhalisinin bu seçiminin qarşısını alır. Lakin yolların bağlanması onların Qarabağdakı əhali üzərində təsir imkanlarını saxlamalarını çətinləşdirir. Bu vəziyyətdə görüş təklifi ilə erməni əhalisinə işlədiyi mesajını verir, həm də Ermənistanla əlaqələrin bərpasına nail olmağa ümid edirlər. Azərbaycanın isə təklifi qüvvədədir. Bakıda görüş və reinteqrasiya məsələlərinin müzakirəsi. Paşinyan hakimiyyətini qərb meyilli adlandırmaq nağıldır. Bunu Ermənistanın Konstruktiv Partiyasının rəhbəri Andriyas Quqasyan deyib. O, Paşinyanı Rusiyanın Ermənistandakı maraqlarının xidmətçisi adlandırıb. Qarabağ məsələsindən toxunan Quqasyan Rusiyanın buranı Bakıya təhvil verməyə hazır olduğunu qeyd edir. Azərbaycan və Türkiyə Rusiyanın strateji tərəfdaşlarıdır. Onlarla stabil münasibət Rusiyaya çox vacibdir. Buna görə də Rusiya Azərbaycanın xeyrinə Ermənistanın maraqlarını qurban verməyə hazırdır ki, onlarla münasibətlərini stabil saxlaya bilsin. Rusiya mövqelərindən istifadə edərək Azərbaycanın tələblərini təmin edir. Bununla belə bizim hakimiyyət hələ də qərbdən hər vəclə uzaq qalmağa çalışır. Azərbaycan və Ermənistan liderləri münasibətlərin tənzimlənməsi məqsədi ilə may ayının ikinci yarısında Vaşinqtonda görüşəcək. Bu barədə Ermənistan mediası məlumat yayıb. Məlumata görə, Ermənistan Xarici İşlər Nazirliyindən bir mənbə görüşün ABŞ-ın dövlət katibi Antony Blinkenin təşkilatçılığı ilə keçiriləcəyini bildirib. Həmçinin yaxın həftələrdə İlham Əliyev və Nikol Paşinyanın Brüsseldə növbəti görüşünün ola biləcəyi də iddia edilir. PAS qəzeti yazır ki, Avropalılar Bakı ilə İrəvan arasındakı növbəti görüşü özlərinin himayəsi altında keçirmək istəyirlər. Bunun üçün də Avropalıların Paşinyan və Əliyevi yaxın həftələrdə Brüsseldə görmək istədiyi qeyd olunur. Avropa tərəfinin belə görüşə maraq göstərməsinə baxmayaraq, Paşinyanla Əliyevin növbəti görüşü ilkin razılaşmaya əsasən mayın ikinci yarısında Vaşinqtonda başlayacaq. Görüşün Vaşinqtonda keçirilməsi ilə bağlı tərəflərin baxışları üst-üstə düşür.
Türkiyənin Qızıl Alma pilotsuz təyyarəsi 2025-ci ildə istifadəyə veriləcək. Bu barədə Türkiyənin Baykar şirkətinin texniki direktoru Səlcuq Bayraktar məlumat verib. Bayraktar TB3 PUAS isə 2024-cü ildə istifadəyə veriləcək. Kiyev 9 aya nüvə silahını yarada bilər, amma bu ona lazım deyil. Bunu Ukrayna Prezident Ofisi rəhbərinin keçmiş müşaviri Aleksey Aristoviç deyib. Onun sözlərinə görə, əgər Ukrayna nüvə silahı istehsal edərsə, bununla da uğrunda mübarizə apardığı beynəlxalq razılaşmalar sistemini pozmuş olacaq. Sual yaranır. Bizim üçün hansı sərfəlidir? Nüvə silahı əldə etmək, yoxsa müharibə zamanı belə millətin varlığı üçün ümumbəşəri və ümum-Avropa trendləri çərçivəsində ölkə kimi qalmaq? Kuril adalarının cənubi hissəsi ölkənin suverenliyinə tabe olan və hazırda Rusiyanın qanunsuz işğal altında qalan Yaponiya əraziləridir. Bu barədə Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Bu ərazilərə sahiblik mövzusu Yaponiya ilə Rusiya arasında mövcud münasibətlərdə ən ciddi məsələlərdən biridir. Adaların cənub hissəsində hərbi təlimlərin keçirilməsi ilə bağlı müntəzəm olaraq Moskvaya etirazlarımızı bildiririk deyə məlumatda qeyd olunur. Polşadakı NATO ambarlarında minlərlə hərbi texnika saxlanılacaq. Bunu Polşanın baş naziri Mateusz Morawiecki deyib. Baş nazirin sözlərinə görə Polşada NATO'nun şərq cinahının arxa cəbhəsi yaradılacaq. Bir neçə min NATO hərbi texnikası Povizidə və Polşanın bəzi digər ərazilərində saxlanılacaq. Bu tanklar, piyadaların döyüş maşınları NATO'nun şərq cinahını tez bir zamanda aktivləşdirəcək müxtəlif növ silahlardır. Belgorod hava limanına PUA hücum edilib. Bu barədə Telegram kanallarında məlumat yayılıb. Məlumata görə, PUA Belgoroddakı Şuku beynəlxalq hava limanı ərazisinə düşərək partlayıb. Məlumata görə, xəsarət alan olmasa da partlayış nəticəsində hava limanının hasarı və siqnalizasiya kabeli zədələnib. Hazırda hava limanının fəaliyyəti dayandırılıb. Rusiya Silahlı Qüvvələri Ukraynada 4 istiqamətdə hücumları davam etdirir. Bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Rusiya əsas hücum əməliyyatlarını Liman, Baxmut, Avdiyevka və Marinka istiqamətlərində aparılmasına davam edir. Ukrayna Silahlı Qüvvələri düşmənin 52 hücumunu dəf edib. İranın Hörmüzqan əyalətinin Rudan şəhərində polis kapitanı Səid Moridi silahlı qarşıdurma zamanı öldürülüb. Bu barədə Rudan şəhərinin polis idarəsi məlumat yayıb. Məlumata zabitin narkotik qaçaqçıları ilə silahlı atışma zamanı həlak olduğu deyilir. İsrail Ukraynaya humanitar yardım edir. Lakin bu dövlətin rəhbərliyi